Herkese salam. Bugün özel günlərinizə, bayram süfrələrinizə gözəllik qatacaq çox ləzzətli badımcan ruleti hazırlayırıq. Həm də 3 fərqli içliklə. Əvvəlcə badımcanı alacalı soyub incə uzun dilimlərə bölək. Acısını çıxarmaq üçün 10-15 dəqiqə duzlu suda saxlayaq. Ardından badımcan dilimlərini sudan çıxarıb kağız dəsmalla yaxşıca qurulayaq. Əks halda qızartma əsnasında qızğın yağ ətrafa sıçrayar. Nəticədə həm mətbəx kirlənər, həm də zədə ala bilərik. Tavaya duru yağ əlavə edib möhkəm qızdıraq. Quruladığımız badımcanın hər iki tərəfini qızardaq. Qızaranları artıq yağını çəkməsi üçün kağız dəsmalın üzərinə yerləşdirək. Həm sağlamlığımız, həm də gözəl, səliqəli görünüş üçün bu mərhələ vacibdir. Birinci içlik üçün hərəsindən 2-3 sap olmaqla göy soğan, şüyüd, cəfəri və keşnişi xırda doğrayaq. Üzərinə bir diş sarımsaq, 150 qram krem pendir əlavə edib qarışdıraq. Pendir duzlu olduğu üçün mən duz istifadə etmədim. Qızarmış badımcan diliminə içlikdən yerləşdirib rulet kimi buraq. Digər içlik üçün 150 qram qoz ləpəsinə, bir diş sarımsaq, 2-3 sap şüyüd, 2 dolu çay qaşığı mayonez və zövqə görə duz istiot əlavə edib qarışdıraq. Eyni qaydada badımcanı əlavə edib rulet kimi buraq. 2 yemək qaşığı mayonezi yarım diş sarımsaqla qarışdırıb badımcan diliminin üzərinə çəkək. Doğranılmış pomidor və cəfəriyə duz əlavə edib qarışdıraq. Badımcanı əlavə edib rulet kimi buraq. Bugünlük bu qədər. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.